Kələm dolması hazırlayırıq. Qiyməmiz azdır, ona görə mərcidən istifadə edirik. İçliyi mən necə artırıram, onu sizinlə paylaşmaq istəyirəm. Rənginin belə olmağına baxmayın ha, o adı yaşıldır və onu axşamdan isladırıq. Səhər durub onu yaxalayırıq. Qaynar suyla 1-2 dəfə çiğdən hazırlayacağıq. Bir baş soğanı iricə doğrayaq. Vaxtınız azdır, tez bişirmək istəyirsinizsə, mərcini bir balaca da bişirə bilərsiniz. Burada sarı mərcidən istifadə etmirik, o tez bişir və dolmanın da suyunu bulandırır. Yəni əvvəlcədən bişirsəniz, dolmanız da tez bişəcək. Soğanı pörtdük. Soğanı pörtmək üçün o ətin yanında, qıymənin yanında quyruq çəkilmiş var idi. Ondan əlavə etdik. Onunla birlikdə pörtdük ki, soğanla quyruq yağı birlikdə yaxşıca özləşsin və dolmamız daha ləzzətli alınsın. Ədəbalardan qırmızı istiot, qara istiot, duz, tomat pastası, sarı kök və razyanı əlavə edirik. Razyanı niyə lazımdır? Onun çünki kələm və mərci kök verir. Onlar bir yerdə yox, ayrı-ayrılıqda olanda da kələm həmişə kök verir. Kartof kimi və bir çox başqa bitki növləri kimi. Ətin içərisinə razyananı qataq. 1 çay qaşığı, 2 çay qaşığı da ola bilər. Türklər buna rezene deyirlər. Bizdə razyanadır. Həm qoqala qatıram mən, həm xörəklərin çoxsuna qatıram. Faydasını görərsiniz. Qulaq asın mənə. Və indi gördüyünüz kimi dolmalarımızı bükürük. Səliqə ilə uclarını içəri qatdıya çox gözəl bişirlər, dağılmırlar, açılmırlar. Mərcinin lap çiğdən də qoysanız, nə qədər bişirsəniz, heç bir şey olmur kələmə. İndi bir üstə gəl işarəsinə bassanız və ürəyə də bassanız ki, o belə alışıb yansın, davam eləyə bilərik. Üzərinə su əlavə eləyəcəyəm. İstəsəz yağ da əlavə eləyə bilərsiniz. 150 qram kərə yağı və mən əlavə etmədim, ət yağlı idi. Suyun içərisinə şəkər tozu və duz əlavə eləyib qarışdırırıq, tökürük dolmanın üstünə. Dolmamız pıqqa-pıq bişir. İndidən bişirənlərə, yeyənlərə nuş olsun.